Deyir bir ananın bir oğlu var imiş. Bunlar birgə yaşayırmışlar. Bunların heç kimsəsi yox imiş. Elə ana bala özləri üçün yaşayırmışlar. Belə olur ki, oğlan artıq böyüyür, evlənmək yaşına çatır. Bu oğlan bir qıza aşık olur. Kıza deyir ki, gəl mənimlə evlənginə. Mənim heç kimsəm yoxdur, bircə anamdan başqa. Onunla məndən başqa heç kəsi yoxdur. Qəsər qız razılaşır, bunlar evlənirlər. Bu gəlin evə gəldikdən biraz sonra başlayır dava qırğın salmağa ki, bəs gedək ayrıca yaşayaq. Mən sənin anonla bir yerdə yaşaya bilmirəm. Ona görə gedək ayrıca ev tutaq, orada yaşayaq. Oğlan bununla razılaşmır. Amma bu gəlin hər gün israr edir ki, bəs gedək ayrıca yaşayaq. Belə olur ki, bu hər gün elə dava qırğına çevrilir. Hər gün bunların arasında qırğın dava ki, ayrılsın, qaynanəsi ilə bir yerdə qalmasın. Bir dəfə gəlin küçədən gedərkən hündür binaların birinin yanından keçəndə o binada da bunların özü kimi elə bir arvadla kişi qırğındaymışlar. Arvad götürür, kişiyə ütünü fırladır, tullayır, bu ütü gəlib pəncərənin şüşəsini sındırıb küçədə gəlinin başına dəyir. Gəlin başından zədə alır və öz sağlamlığını itirir, iflic hala düşür. Belə olur ki, bu gəlin təkərli sandalyaya möhtac olur. Bu oğlanın qaynanəsi, oğlanın anası bu gəlinin qulluğunda durur. Hər gün onun yeməyin verir, içməyin verir. Bu qaynanə gəlinə hər gün qulluq eləyəndə gəlin xəcalətindən heç bilmir neynəsin. Çox peşman olur ki, mən bu qadına qarşı necə hərəkət eləmişəm. Gör, qaynanəm mənim bu vəziyyətdə qulluğumda durur. Məsələn, çox qaynana olsa, gəlinin bu vəziyyətində fırladıb atar küçəyə ki, sən mənə lazım deyirsən. Amma gəlinin buna qarşı elədiyi münasibətlərə baxmayaraq, evladının ailəsi olduğuna görə onun qulluğunda durur. Hər cür qayğısını çəkir, paltarın yuyur, təmizliyini eləyir ki, qoy oğlu pis vəziyyətdə qalmasın. Gəlin də bu hərəkətlərin hər birində başını qaldırıb qaynanəsinə baxa bilmir. Xəcalətindən ölüm xəcaləti basır onu. İndi əziz gəlinlər, hörmətli qaynanələr, bir-birinizə yaxşı münasibət göstərin. Əgər qaynanələr gəlinə öz qızı kimi, gəlinlər də öz qaynanələrinə, öz anası kimi münasibət göstərib bir yerdə mehriban olsalar, o ailə çox xoşbəxt yaşayır. Vaxt gələcək, həmin gəlinlər də bir gün qaynanə olacaqlar. Onda elə olsun ki, onların da öz başına bu müsibətlər gəlməsin. Çünki uşaq gözünü açıb
ailədə olan münasibətlərin hamısını görür və onu qəbul edir, onlara oxşamağa çalışır. Əgər ailədə mehribançılıq olarsa, o ailənin daimi işi yaxşı olacaq, firavan gedəcək, günləri xoş keçəcək. Bu dünya 5 günlük dünyadır. Mehriban və xoş yaşamaq lazımdır. Bu dünyadan gedəndə də özümüzlə heç bir şey apara bilməyəcəyik. Ancaq bizim əməllərimiz bizim yoldaşlıq eləyəcək. Ulu Tanrı da bizə öz əməllərimizə görə qiymət verəcək. Ona görə çalışıb yaxşı əməllərin sahibi olaq. Bu dünyada da, o dünyada da yüzü qara qalmayaq. Dinlədiyiniz üçün çox sağ olun.